Əziz abituriyentlər, ekrana yaxın əyləşin. Bugün sizlərə 2025-ci il buraxılış imtahanında istifadə olunmuş ən əsas sualları izah eləyirəm ki, bu suallar hər il buraxılış imtahanında istifadə olunur. Birinci sualımız interrogative sentences, yəni sual cümlələrinə aiddir. Burada bizdə how many-li sual cümləsinə istifadə olunub. How many iki cür tərcümə ola bilər. Neçə və neçəyədir kimi tərcümə ola bilər. Əgər neçəyədir kimi tərcümə olunursa, bu zaman özünə sonra mütləq şəkildə köməkçi fe'l tələb eləyir. Məsələn, deyirəm ki, how much does it cost? Gördüyünüz kimi, how much-dan sonra does vermiş oldum. Burada neçə mənasında istifadə olunur. Əgər neçə mənasında istifadə olunarsa, bu zaman özünə sonra isim və yaxud da ki, ismi birləşməmiz, köməkçi fe'limiz, köməkçi fe'ldən sonra ola bilər arada tamamlıq işlənsin, ondan sonra gəlir əsas fe'limiz. Yəni, how many, how much, isim, köməkçi fe'l, əsas fe'l sxemindən istifadə edirik. Burada baxanda A variantında gördüyünüz kimi do və you'nun yeri dəyişik olmalıydı. Ona görə A variantımız səhvdir. B variantında ümumiyyətlə köməkçi fe'ldən istifadə olunmayıb. C variantı tamamilə doğrudur. Gördüyünüz kimi how many üstə gələk ismi birləşməm, üstə gələk köməkçi fe'lim, üstə gələk burada tamamlıq verilib. Bu da bizim əsas fe'limizdir. C variantı doğru variantdır. D variantına baxıram. D variantında do və it'in yeri yenə dəyişik olmalıdır. Birinci köməkçi, sonra əsas fe'l gələr. Y variantında isə ümumiyyətlə köməkçi fe'ldən istifadə olunmayıbdır. Keçirəm növbəti suala. Bizdən doğru zaman formasını seçməyimizi istəyir. Bunu mən bütün uşaqlara öyrədirəm. Əgər hər hansısa bir cümlədə ego ifadəsi varsa, bu sadə keçmiş zamandır. Past simple'dır. Sadə. Heç nəsiz, ona görə arrived olacaqdır. Variantımız B variantı. Üçüncü sualda